Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev, hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün, yəni MİQ imtahanına hazırlaşan ibtidai sinif müəllimlərinə növbəti dəstək sınav suallarımızın izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun və video izahları müəllim həmkarlarımızla paylaşmağı unutmayın. Eyni zamanda bizim ödənişsiz sınaq qruplarımızdan da yararlana bilərsiniz. Sınaq qruplarımızda hər gün sınaqlar paylaşılır. 051 644 31 54 nömrəsinə yazaraq sınaqlarımızdan əldə edə bilib yararlana bilərsiniz. Eyni zamanda bütün ixtisas müəllimləri üçün iyul ayı ərzində bizim müsahibə qruplarımız dərslərə başlayacaq. Müsahibə qruplarımızdan da yararlanmaq istəyənlər qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Keçək suallarımıza. İlk sual belədir ki, fidan sırada başdan eninci, sondan 5n-3-cü yerdədir. Sırada 50 nəfər adam olduğu məlumdursa, fidan başdan neçənci yerdədir? Ümumiyyətlə, sırada tək şəxsdən söhbət gedirsə, yəni sıra bərabərdir. Əvvəl, üzərinə son, çıx bir düsturunu tətbiq etməliyik. Əgər bu başdan n-ci yerdədirsə, sondan 5n-3-cü yerdədir və bir də fidanın hər iki halda saya gəldiyini məlumdur. Bir çıxırıq, bərabər eləyirik 50 nəfərə. Olacaq 6n-4 bərabərdir 50-yə, 6n bərabərdir 54-ə, n də bərabərdir 9-a. Bizdən elə fidanın başdan neçənci yerdə olduğunu soruşurdu. Cavab olacaq B variantı. Növbəti sual 2 nömrəli sualdır. Deyir, hər hektardan 4 ton məhsul götürülən bir sahənin eni 20 metr, uzunluğu isə 30 metrdir. Bu sahədən nə qədər məhsul götürülür? Biz bilirik ki, 1 hektarımız bərabərdir 10.000 metr kvadrata. Əgər 10.000 metr kvadratdan 10.000 metr kvadratdan 4 ton, yəni 4.000 kiloqram məhsul götürülürsə, bəs eni və uzunluğu verilmiş 20-30 bir sahədə nə qədər götürmək olar? Biz o zaman 20-ni vurarıq 30-a, sahəmiz olacaq 600 metr kvadrat. Yazacağım 600 metr kvadratda x kiloqram. X də bərabərdir 600-ü vurarıq 4000-ə, bölərik 10.000-ə. Sıfırlar gedir, 240 kiloqram. Deməli, məhsul götürüləcək 240 kiloqram. Cavabımız olacaq B variantı. Növbəti sualımız 3 nömrəli sualdır. Deyir, kvadratın tərəflərindən biri 4x plus 8 cm, digər tərəfi isə 6x minus 6 cm olarsa, kvadratın perimetrini tapın. Gəlin kvadrat çəkək. Bu hissəni yazaq 4x plus 8. Çünki kvadratın tərəfləri bir-birinə bərabər olur. Buranı yazıram 6x minus 6. Tərəflər bir-birinə bərabər olduğuna görə 4x plus 8-i bərabər eləyəcəm 6x minus 6-ya. 6x-dən 4x çıxanda 2x bərabərdir. 8 ilə 6 14 verir. X də bərabərdir 7-yə. X-i tapdıq 7. X-i tapandan sonra aparıb tərəfinin yerinə yaza bilərik. 7-ni vurarıq 4-ə, üzərinə də 8 gəlsək, 4 7-ni 28, o da 8, 36 edəcək. Tərəf oldu 36. Kvadratın tərəfi 36-sa P bərabərdir 4 ad üstü ilə tapırıq. 4-ü vuracam 36-ya, bizə verəcək 144 cm. Cavab B variantı. Növbəti sual 4 nömrəli sualdır. Deyir, 4-də 3 kilometr, üzərinə 1500 cm, çıxılsın 2000 millimetr, üzərinə 4 metr, sonda deyir, neçə desimetrdir? 4-də 3 kilometr, 1 kilometrimiz 1000 metrdir. 4-də 3 kilometr olacaq 750 metr. Buradan 2 sıfır silərəm, 15 metr edər. Buradan 1 0 silsəm santimetr, birini silsəm desimetr, birini də silsəm
2 metr. Çıxılsın 2 metr, üzərinə 4 metr. Toplasaq, hamısı bir yerdə 767 metr verir. Və bizdən metr yox, desimetr istəyir. Desimetr istədiyinə görə verilən metri 10'a vuracaq və yaxud bir dənə 0 atacaq. Olacaq 7670 desimetr. Cavab B variantı. Növbəti sual 5 nömrəli sualdır. Deyir, Bakı vaxtı ilə saat 10:00-da uçuşa qalxan təyyarə 2 saat sonra Kiyevə eniş edir. 2 saat Kiyevdə gözlədikdən sonra 5 saat Kiyev-Vaşinqton reysi ilə uçuş edir. Təyyarə Vaşinqton vaxtı ilə saat neçədə eniş etdi? Vaşinqtonda saat 11:00 olduqda Bakıda 14:00 olur. Yəni aradakı fərq 3 saatdır. Gəlin biz hər şeyi Bakı vaxtı ilə tapaq. Deyək ki, Bakıdan hərəkətdə olub Kiyevə 2 saat. 2 saat burada Kiyevdə qalıb. Sonra Vaşinqtona uçuş edib 5 saat. Toplayaq 10:00-dan sonra üzərinə 2, üzərinə 2, üzərinə 5 gəlirik. Bu bizə verir 19:00. Əgər ki, Vaşinqtonda 19:00-da olubsa, 19:00-da, yəni Bakı vaxtı ilə eniş edib. Bizlə də, deyək ki, Bakı ilə də Vaşinqton arasındakı saat fərqi 3'dür. O zaman geri 3 saatı qaytaracaq. Olacaq 16:00. Deməli, doğru cavabımız olacaq D variantı. Növbəti sual 6 nömrəli sualdır. 180 böl 3 mötərizə 3x plus 8 böl 2 çıx 12 üzərinə 5 bərabərdir 23 tənliyində x-in rəqəmləri cəmini tapın. Birinci olaraq 23'dən 5 çıxacam 18. 180'i 18'ə bölsək 10. 12 ilə 10'u toplasaq 22. 22'ni 2'yə vuracaq, olacaq 44 və yazaq buradan 3x plus 8 bərabərdir 44'ə, 3x bərabərdir 36'ya, x də bərabərdir 12'yə. Bunun rəqəmləri cəmi 1 üstəgəl 2 bizə verəcək neçə? 3. Cavabımız olacaq C variantı. Növbəti sual deməli 7 nömrəli sualdır. Deyir, 2 ədədin fərqi 42'dir. Böyük ədədi kiçiyə böldükdə nataman qismətdə 3, qalıqda 10 olarsa, bu ədədlərin cəminin rəqəmləri cəmini göstərən cavabı tapın. Deyək ki, A ədədi var, bir də B ədədi. Biri x ise biri 42 plus x. Çünki çıxanda fərq bizə 42 versin. Böyük ədəd, yəni 42 plus x-i x-ə bölsək, nataman qismətdə 3, qalıqda 10 verər. Bölünən, bölən, qismət, qalıq. Bölünəni tapmaq üçün x-i vuracaq 3'ə, üzərinə 10 gəlsək, böyük ədədimiz olacaq. 42 plus x. 3x-dən x-i çıxsam 2x bərabərdir. 42'dən 10 çıxanda 32, x də bərabərdir 16. Kiçik ədədi tapdıq 16, böyük ədəd olar neçə? 16'nın üzərinə 42 gəlsə 58. Ədədlərimiz məlumdur. Bizə deyir ki, həmin ədədlərin cəminin rəqəmləri cəmi. 58 ilə 16'nı toplayacağıq. 58 üzərinə 16 bizə verir 74. Rəqəmləri cəmi isə bizə verəcək 11. İndi baxaq, ədədi 8'ə böldükdə alına bilən qalıqların cəminə bərabərdir. 8'i 7'yə bölüb 2'yə vursa, 8'i 7'yə vurub 2'yə bölsək 11'dən böyük verəcək. Tərəfi 7 cm olan bərabər yanlı 3 bucağın perimetrinə bərabərdir. Bu da yanlışdır. Yəni 3 7'ni 21 eləyir. Bu 11'dir. Sahəsi 125'dirsə, yenə də bunun perimetri böyük ədəd alınacaq. Cavabımız D variantıdır. Rəqəmləri cəmi 11'dir. Doğru cavab
D variantı. Növbəti sual 8 nömrəli sualdır. Və 8 nömrəli sualda bizdən nə tələb olunur? Deyir, düzbucaqlı ilə kvadratın sahələri bərabərdir. Düzbucağının eni kvadratın tərəfindən 3 vahid az, uzunluğu isə 5 vahid çoxdur. Əgər düzbucağının perimetri 34 cm isə kvadratın tərəfi neçə santimetrdir? Baxaq, birinci növbədə bir düzbucaqlı çəkək. Və bir də kvadrat çəkirəm. Kvadratın tərəfini x götürürəm. Bura olacaq x plus 5. Bura olacaq x minus 3. Çünki n deyir ki 3 vahid kiçikdir, uzunluq 5 vahid böyükdür. Sahəni tapaq. Sahə düzbucaqlısı bərabərdir. Neçə olacaq? Eni uzunluğa vuracaq. X minus 3'ü vuracağım x plus 5'e. Bu düzbucağın sahəsi. Sahə kvadrat bərabərdir. Yəni tərəf x olduğuna görə x kvadrat olacaq. İndi bunlar bərabər olduğuna görə bərabərləşdirək. Kvadratın sahəsi, yəni x kvadratı bərabərdir. Bu hissəni vurub açsaq, x x-ə vuranda x kvadratı, sonra üzərinə gəlinsin 5x, 5'i x-ə vuracağım. Çıxılsın 3x, çıxılsın 15. X kvadratları gedəcək, qalacaq burada. 5'dən də 3 çıxanda 2x bərabərdir. 15 keçəcək bura. X də bərabərdir 7,5. Deməli, kvadratın tərəfin istəyirdi bizdən 7,5. B variantı. İstəsəz yerində də yazıb yoxlaya bilərsiniz. 9 nömrəli sual. 9 nömrəli sual kvadratla bağlı olan bir sualdır. Deyir ki, katerlə bağlı olan bir sualdır. Katerin çayda bir istiqamətdə axına qarşı 2 saat 30 dəqiqə gedir. Geri axınla isə 1 saat 45 dəqiqə qayıdır. Əgər çayın sürəti 3 km/saatdırsa, katerin durğun sudakı sürəti neçə km/saatdır? Biz ümumiyyətlə katerin sürətini bilmirik. X götürürük. Çayın sürəti var 3'dür. Bir də zamanlara baxaq. Biri T1 2 saat 30 dəqiqədirsə, bu 2 saat 30 dəqiqəni biz çevirərik tam saata, 30 dəqiqəni çevirsək, 2,5 saat. T2 isə 1 saat 45 dəqiqədir. Yəni bunu dəqiqə çevirsək, 105'i 60'a bölsək, olacaq 1,75 saat. Axına qarşı və axın ilə dediyinə görə, axına qarşının zamanı var. X minus 3 vurulsun 2,5 bərabərdir. X plus 3 vurulsun 1,75'e. Buradan vurup açsaq hər birisin olacaq 2,5x çıxılsın 7,5 bərabərdir. 1,75x üzərinə 3'ü də 1,75'e vursaq 5,25 verəcək. 2,5x-dan 1,75x-i çıxsaq qalacaq 0,75x bərabərdir. 7,5 ilə 5,25'i toplasaq 12,75 verəcək. X də bərabərdir. 12,75'i 0,75'e bölsək 17 verəcək. Biz x-ə katerə x demişik və x-imizdə oldu 17. Cavabımız A variantı. Növbəti sual 10 nömrəli sualdır. Deyir ki, 28 kiçikdir bərabərdir 3x plus 1'dən. O da kiçikdir bərabərdir 40 olarsa x-in ala biləcək natural qiymətlərin cəmini tapın. Hər tərəfdən ilk növbədə 1 çıxarıq olacaq. 27 kiçikdir bərabərdir 3x-a. O da kiçikdir bərabərdir 39-a.
Hər tərəfi 3-ə bölsək 9 kiçikdir bərabərdir x-dan. O da kiçikdir bərabərdir deməli 13-dən. Biz bura nə yazarıq? 9, 10, 11, 12 və elə 13-ün özün. Hamısını bircə toplasaq bizə nə verər? 55 verər. Doğru cavab C variantı. Növbəti sual 11 nömrəli sualdır. Baxaq 11 nömrəli suala. Nihad və Nahidin yaşları cəmi 42-dir. Nihad Nahidin yaşında olanda onların yaşları cəmi 58 olacaq. Nahidin indi neçə yaşı var? Nihad ni yazacağım, Nahidə nə yazacağım? Çaşmayaq. Deməli bu x, bu da y olsun. Bunların yaşları cəmi nədir? X plus y-in cəmi 42-dir. Bununla işimiz yoxdur. Nihad Nahid yaşda olanda, yəni bu adam y yaşda olanda, artım olduğuna görə bu adamda y yaşdan ikisinin yaşları cəmi nə qədərdir? İkisinin yaşları cəmindən çıxacağım x plus y. Və aşağıda bu hissəni toplasaq olacaq 2y minus x. Nahidin yaşı. Bir də bunların üçünün bircə yaşı nə qədərdir? Y də üzərinə gəlsəm 58 olacaq. Əvvəl neçə yaşıdır? X plus y bərabər 42 yaşıdır. Bunu sadələşdirsək olacaq 3y plus x bərabərdir 3y plus x bərabərdir 58'e, sonra y plus x bərabərdir 42'ye. Bura qədər yəqin ki məlumdur hər kəsə. İndi yuxarı hissədən yazacağıq. Tərəf çıxsaq, burada 3y plus x yox, 3y minus x olacaq. Çünki bu tərəfə keçirəndə. İndi tərəf toplasaq, x-lər gedəcək. Olacaq 4y bərabərdir 100'ə. Y də bərabərdir neçəyə? 25'ə. Bizdən Nahidin indiki yaşını soruşur. Nahidə də y demişdik. Cavabımız olacaq 25. Növbəti sualımız 12 nömrəli sualdır. Deyir ki, rəqəmləri fərqli. 4 2 rəqəmli natural ədədin cəmi 96 olduğuna görə bu ədədlərin ən böyük, ən çox neçə ola bilər? 2 rəqəmlərdən söhbət gedir. Baxaq. Deməli 1 2 3, 4 dənə ədəddən söhbət gedir. Biz bura yaza bilərik, məsələn, 10 üzərinə 10 üzərinə 10 və növbətini x götürsək 30, 96'dan 30 çıxsaq 66 verir. Amma bu doğru deyil. Biz buradakı 10'un yerinə deməli nə götürə bilərik? Üzərinə 12 gəlsək və bu cəm olacaq 32'yə. 96'dan da çıxarıq. Deməli neçəni? 32'ni. Qalacaq 64. Deməli cavabımız olacaq 64. Çünki rəqəmləri fərqli olmalıdır və fərqli olduğuna görə də cavabımız olacaq E variantı. Növbəti sual 13 nömrəli sualdır. Deyir, birinci işçi 10 gündə 3 stol, ikinci işçi 12 gündə 4 stol düzəldir. 2 işçi 19 stolu neçə günə düzəldər? Bu tiplərdə yazırıq 10'da 3 üzərinə
12 də 4 bərabərdir 19 bölünsün x-a. Ortaq bölən 10-dan 12 üçün bu hissəni 6-ya vuracam, bu hissəni 5-ə vuracam. 60 eləyəcək. Olacaq 60 ortaq bölənlər. 3 6-ın 18 üzərinə 4 5-in 20. Bərabərdir 19 bölünsün x-a. X də bərabərdir 19-u vuracaqsan 60-a böləcəksən 38-ə. 2, 60-ı da 2-yə böləndə olacaq 30. Doğru cavabımız olacaq C variantı. Növbəti sual 14 nömrəli sualdır. Deyir, çəlləkdə balın kütləsi 38 kiloqramdır. Yarısını götürdükdən sonra 23 kiloqram oldu. Boş qabın kütləsini tapın. Yazıram, bal üzərinə çəllək bərabərdir 38. Əgər yarısını götürmüşəmsə, 2də 1 yağı götürmüşüksə, balı götürmüşüksə, qalıb çəlləklə birgə ağırlıq 23 kiloqram. O zaman balın yerində 2də 2-dir. 2də 2-dən 2də 1 çıxanda 2də 1 bal bərabərdir. Çəlləkdən də çəlləyi çıxaram. 38-dən də 23-ü çıxanda 15. Bal özü nəyə bərabərdir? 30-a. Bal 30-dursa 38-dən də 30-u çıxarıq 8 kiloqram. Cavabımız olacaq C variantı. Növbəti sual 15 nömrəli sualdır. 15 nömrəli sual deyir ki, cəmi 2500 olan 2 natural ədəddən birinin sonuna 7 rəqəm əlavə edib, digərin sonuna 6 rəqəmi sildikdən sonra alınan ədədlər bərabər olur. Həmin natural ədədlərdən kiçiyinin rəqəmləri cəmini tapın. Deyək ki, birinci ədəd x-dırsa, ikinci ədəd neçə olar? 2500 çıxılsın x. Məsələn, deyək ki, 5 yazıram. 5-in sonuna 7 əlavə eləsəm, olur 57. Bu ədəd 10 dəfə artır və 10 dəfə və 7 vahid artır. İndi baxaq. Birinci ədədimiz x-dırsa, x 10 dəfə artanda olacaq 10x. Üzərinə bir də 7-ni gələcək. Bərabərdir. İkinci ədədimiz 2500 çıx x-dir. Və əgər ki, siliriksə, həmin ədəd qədər bir də 10 dəfə azalır. Böləcəm 10-a, çıxacam 6-nı. Yazaram buradan. 10x üzərinə 7 bərabərdir. 2500 plus x böl 10 çıx 6. Sonra buradan deməli hər tərəfini 10-a vursaq, bu hissəni də 10-a vuracaq, olacaq. Deməli 100 x üzərinə 70 bərabərdir. 2500-dən çıxacaq nəyi? 2500-dən çıxacaq 6-nı. Olacaq 2494 çıx x qalacaq. Və bu hissədə 100x-lə də x-i toplasaq olacaq 101x bərabərdir. 2494-dən 70-i çıxsam 2424 qalacaq. X də bərabərdir. 2424-ü 101-ə bölsək 24 qalacaq. Kiçik ədədimiz oldu 24 və 24-ün də rəqəmləri cəmi bizə neçə verəcək? 6 verəcək. Cavabımız olacaq B variantı. Keçirik növbəti suala. 16. Hesablayın. İlk olaraq mötərizənin içərisini hesablayacağıq. 27960-ı böləcək 1864-ə.
Bu hissəni bölsək bizə verəcək 306. Sonra üzərinə 306-nın üzərinə biz gələcəyik 1425-i gəlsək, cavabımız olacaq neçə? Bununla da bunu topladıq. Bizə verdi 1440. Deməli müəllimlər, üzrlü sayın, burada texniki problemi yarandı. Və biz buradan ilk olaraq deməli bu hissəni böldük. 27960-ı 1864-ə bölsək 15 eləyir. 15 ilə bu hissəni toplasaq 1440 eləyəcək. 1440-ı 3-ə bölsək bizə verəcək 480. Sonra bu hissəni böləcək, yəni 739.296-nı 2416-ya bölsək bizə verəcək 306 və 480-dən çıxacaq 306-nı. Bizə verəcək doğru cavab 174. Cavabımız olacaq A variantı. Növbəti sual 17 nömrəli sualdır. 17 nömrəli sualda deyir ki, oturacağının ölçüləri 4 və 5, hündürlüyü isə 6 metr olan üzgüçülük hovuzunun daxilinə kafel vurulmalıdır. Bu hovuza tərəfi 4 cm olan neçədə kafel vurmaq olar santimetrdə? İlk öncə hovuzu çəkək. Və deməli, hovuzun hər zaman üzgüçülük hovuzu bu hissəsi açıq olur. Bunun deməli hündürlüyü nə qədərdir? Hündürlüyü 6-dır. Bura 5, burada 4 olsun. İndi baxaq. Yəni 5 buradır, 4-lərdə bu hissələr 4-dür. Biz bunun sahəsini tapmalıyıq. Sahəsini necə tapacağıq? S bərabərdir A vurulsun B, sonra A vurulsun C, vurulsun B vurulsun C, vurulsun 2-yə. İndi 4-ü vurarıq 5-ə, üzərinə 4-ü vurarıq 6-ya, üzərinə 5-i vurarıq 6-ya, sonda da 2-yə vurarıq. Bu hissəni toplasaq 4 5-ni 20, o da 24, 30. S bərabərdir 2 vurulsun 74-ə. Bərabərdir sahə olacaq 148-ə. Yəni metr kvadrata. Sonda isə sadəcə olaraq 4-ü 5-ə vursaq üst hissənin sahəsini çıxarıq. 4 5-in 20, 148-dən çıxacaq 20-ni. Qalacaq 128. Sonra kvadrat formalı deyir. Kafel tərəfi 4 cm olan neçədir kafel lazımdır. Və biz kvadrat formalı olduğuna görə bura olacaq tərəf olacaq 4. 4-ü 4-ə vursaq sahə olacaq 16. Santimetrlə dediyimizə görə 128 metr kvadratı çevirəcəm santimetrə. 128-in sonuna 2 sıfır atsaq desimetr olur. 2 dənə də sıfır atsaq santimetr olar. Və biz bu hissəni böləcək neçəyə? 16-ya. 1, 2, 3, 4 sıfırı bölürük 16-ya. 128 də 16-ya bölünsə, düşəcək 8, sıfırlarımızı gətirsək, olacaq 80.000 ədəd. Deməli, bizə neçə ədəd kafel lazımdır? 80.000 ədəd. Doğru cavabımız olacaq D variantı. Növbəti sual 18 nömrəli sualdır. Deyir, N ədədi yuvarlaqlaşdırdıqda 64.000 alınan rəqəmləri fərqli ən böyük tək ədəd. M ədədi yuvarlaqlaşdırdıqda 26.000 alınan rəqəmləri fərqli ən kiçik tək natural
ən kiçik natural cüt ədəddir. Bu şərtə əsasən n plus m-in cəminin rəqəmləri cəmini tapın. Gəlin baxaq, n nəyə bərabərdir? Yuvarlaqlaşanda 64.000-ə. Deməli, minliyə qədər yuvarlaqlaşdırırıq. Ən böyük istədiyinə görə üzərinə 499 gəlirik. Olur 64.499. Amma rəqəmləri fərqli deyir. Bu qaydaya əsasən 64-də toxunmuruq. 4-ün yerinə 3 yazaram. 9 qalar yerində, bu 9-un yerinə 7 yazaram. Rəqəmləri fərqli dediyinə görə doğru şərt 64.397 olacaq. M-in yerinə isə, M-in yerinə 26.000 alınması üçün 500 çıxacaq. Ən kiçikdir. 500 çıxdıq. 500 çıxarıq. Qalacaq neçə? 25.500 və 25.500 bu şərtə uyğun deyil. Niyə? Çünki rəqəmləri fərqli olmalıdır. Biz 25-i toxunmarıq, qalar yerində. Sonra növbəti 5-in yerinə 6 yazarıq. 0, bir də 2. Deməli, m-in yerinə də yaza biləcəyimiz ədəd budur. 25.602. Həmin ədədləri toplayaq. Ekranı təmizləyəcəm. Deməli, n-in yerinə yazmışdıq 64.397. M-in yerinə yazmışdıq isə 25.602 və bizə bunun cəmin istəyir. Bu bizə verəcək 89.999. Bunun rəqəmləri cəmi 4 9-un 36, o da 8, 44 verəcək. Doğru cavab olacaq B variantı. Növbəti sualımız 19 nömrəli sualdır. 19 nömrəli sualda deyir ki, aradakı məsafə 560 km olan A və B məntəqələrindən sürətləri 60 km/saat və 80 km/saat olan iki avtomobil qarşı-qarşıya hərəkətə başladılar. Birinci avtomobil B məntəqəsinə, ikinci avtomobil A məntəqəsinə çatıb geri qayıtdılar. Neçə saatdan sonra onlar ikinci dəfə görüşərlər. Əslində bunu şəkil çəkməklə də mümkündür. Məsələn, deyək ki, A məntəqəsindən B məntəqəsinə qədər olan yolu bir dəfə bu hissədə görüşürlər. Deyək ki, bu hissədə görüşürlər. Bir də digər gedib geri qayıdandan sonra deyək ki, bu hissədə görüşürlər. Amma bunun üçün sadə bir həll yol deyəcəm. Görüş 2 dəfə dediyinə görə düstur nədir? Deməli, 2n minus 1 görüşlərin sayına görədir. 2-ni vuracaqsan 2 vurulsun 2 çıx 1 bərabərdir 3 görüş baş tutur. V1 ilə V2-nin cəmi toplayacağıq. Yəni yazıram V1 üzərinə gəl V2 vurulsun T bərabərdir 3S-ə. S-lərin sayı 3 olacaq. 60 ilə 80-i toplasaq 140. 140 vurulsun T-yə bərabərdir. 3-ü də vurarıq 560-a məsafəyə. 3-ü 560-a vursaq bizə verəcək neçə? 1680 və 1680-i 140-a böləcəm. T də bərabərdir 12. Deməli 12 saatdan sonra bu görüş baş tutacaq. Cavabımız olacaq D variantı. Növbəti sualımız 20 nömrəli sualdır. Deyir Rauf 10:00-da evdən çıxıb 10:25-də parka çatır. Parkda olan əyləncə mərkəzində hər biri 25 dəqiqə olan 5 oyun oynayır. Və hər oyun arası 4 dəqiqə fasilə verir. Daha sonra 1 saat 10 dəqiqə parkda gəzir.
Parkda gəzdikdən sonra evə qayıdır. Rauf əyləncə mərkəzində oynamağa 10:50-də başlayıbsa, saat neçədə evə çatmışdır? Gəlin baxaq. İlk olaraq bu adam 10:00-da evdən çıxır və 25 dəqiqədən sonra parka çatır. Bizə bu heç ehtiyac yoxdur. Yazırıq nəyi? Sonra hər biri 25 dəqiqə olan 5 oyun oynayır. 5-i vururuq neçəyə? 25-ə. 5 vurulsun 25-ə. Bu bizə verəcək 125 dəqiqə. Sonra 1 saat 10 dəqiqə parkda gəzişir. Bu özü elə 70 dəqiqə deməkdir. 70 dəqiqə. Sonra 5 dənə oyun oynayırsa 4 fasilə olur. Hər oyun arası fasilədə 4 dəqiqədirsə, biz 4-ü vurarıq 4-ə. 16 dəqiqə. 16 dəqiqə. Sonra deməli bunlar toplayaq hələ ki. Görək nə qədər verir bizə? 125, 70, 16. 211 dəqiqə verir. Bunu yadımızda saxlayaq. 211 dəqiqə zaman itirib. 211. Sonra 10:50-də əyləncəyə başlayıbsa, bax 10:50-də əyləncəyə başlayıb və deyir evdə neçə dəqiqə, evdə saat neçədə olub. Əgər ki bu adam 25 dəqiqə parka gəlmişsə, demək parkdan 25 dəqiqədə geri qayıdacaq. O 211 dəqiqənin üzərinə 25 dəqiqəni də gəlirik. 25 dəqiqəni gəlir, olur 236 dəqiqə və 236 dəqiqəni çevirəcək nəyə? Saata. 3 saat olacaq 56 dəqiqə. 56. 50 ilə 56-nı toplasaq 106 eləyir. 106 özü də 1 saat 46 dəqiqə deməkdir. 46-nı yazaram burada. 1 saatı götürərəm. 10, 13, o da 1, 14. Deməli 14:46-da çatacaq evə. Cavabımız olacaq D variantı. Bu tipli videoların davamlı olmasını istəyirsinizsə kanalımıza abunə olun və video izahları müəllim yoldaşlarınızla paylaşmağı unutmayın. Sağ olun, salamat qalın.